Deməli uşaqlar, bu arxamızda gördüyünüz 6 saylı cəza çəkmə müəssisəsidir. Niyə bu videonu çəkirəm? Bugün belə bir şeyin şahidi oldum. Dustaqların yanına gələn əksəriyyəti analardır. Qardaşlardır, atadır, bacıdır, övladlarıdır. Ziyarətə gəlirlər. Mən belə bir şeyin şahidi oldum ki, mən belə oğlanam, mən otuyam, mən avarayam, mən vuranam, yıxanam. Yox uşaqlar. Ətrafımda dostlarım, qardaşlarım var. And olsun Allah'a, mən burada bir dənə cavan pakalini görmədim ki, dostun dustağın yanına gəlir. Hamıya aid deyil təbii ki bu. Ancaq gələnlər beli bükük analar, atalar, göz yaşından hamısı bayram günü evlatların təbrik eləməyə gəliblər. Uşaqlar, nə bilim, çiyin atdı, baxışdı məndən, söz deyib dalınca. Yəni şeytana, bax, heç nə demirəm, sadə bir şey deyirəm ki, bir dənə bunları düşünün. Bax, bunları düşünün ki, yəni, onların yanında olmağı düşünün. Yola verin, səbirli olun.